Bugün qonağımız var. Salam aleyküm dinləyicilərimiz, sabahınız xeyir olsun. Siz Xəzər FM'də birinci şounu dinləməkdəsiniz və bizim bugün qonağımız var. Bir qədər əvvəl sizə dedim ki, qonağımız olacaq studiyamızda. Nərimanov heykəlinin yanı tərəfə getmişsinizsə son günlərdə, yəni iki variant var. Ya 20 nömrəli məktəb tərəfdən Mikail Müşfiqlə aşağı düşmüşsünüzsə, ya da aşağıdan Mərkəzi Park tərəfdən qalxmısınızsa yuxarı, 100% orada yeni tikilinin başladığını görmüsünüz. Səliqəli şəkildə hasarlanıb, üstündə də yazılıb. Hər şey, yəni hər şey qaydasında və orada bir proses gedir. Və bu prosesi görən adam istər-istəməz diqqətini cəlb edir ki, burada bina tikilir. Burada belə bir yer var imiş. İndi orada bina tikilir və bu bina nə olacaq? Bugün bu barədə danışacağıq. Xatırladım ki, Level Construction şirkəti bu binanı inşa edir. Level Tower-da adlanır və şirkətin satış direktoru Mürsəl Məmmədov studiyamızdadır. Xoş gəlmisiniz Mürsəl bəy. Sabahınız xeyir olsun. Xoş gördük sizləri. Necə gəlib çatmısınız birinci növbədə bunu soruşa bilərsiniz? Çox rahat şəkildə. Çünki yaydı da indi. Maraqlıdır, hə. Yaydı. Çünki dedin də yollar boş idi falan idi. Boş idi. Əgər nəzərə alsaq ki, bugün universitetlər, məktəblər yoxdur və bunun nəticəsində yollarımız yetərincə boşalıb və rahat şəkildə istədiyiniz yerə çata bilirsiniz. Bilirsiniz, burada məsələ nədir? Bu indi müvəqqəti yaydı, boşluqdur, amma Bakının heç şübhəsiz əsas bugün problemlərindən biri avtomobil sürmək və sürməkdən betər indi saxlamaq. Parkinq. Əsas məsələ budur. İndi bu dəqiqə özdə siz götürüb tikirsiniz evi maşallah elə bir yerdə ki, şəhərin mərkəzi də belə əsl mərkəzdə. Elədir. Və mərkəzin əsas problemlərindən biri hesab olunur ki, yaxşı, burada maşını harda saxlayaq? Level Tower-da maşın saxlamağa yer var. Təbii ki, çünki bugün əgər biz komfort fikirləşiriksə, biz işdən sonra, hər hansı bir işimizdən sonra evə gedib dincəlməyi düşünürüksə, buradan bizim dincəlməyimiz artıq parkingdən başlayır. Və Level Tower-da bunu nəzərə alaraq 2 mərtəbəli bizdə parking sahəsidir, ümumi olaraq 122 parklanma sahəsidir və hesablayanda əgər 60 mənzil bizdə cəmisi olaraq mənzilimizi hesablayanda bizdə mənzil başına 2 və daha artıq qaraj park yeri əldə eləmək mənzil mümkündür. 60, maşın yeri 122. Bir dənə də əlavə eləyim ki, bugün bizim alıcılarımızın istəyinə görə daha çox bizdə mənzillər birləşdirilir və bu 60 say daha da azalır. Və burada ortaya çıxır ki, parking sayı daha da artıq əldə eləmək mümkündür. Deməli, belə başa düşdüm ki, insanlar hətta gəlib deyir ki, bilsən necədir, sizin iki mənziliniz var, biri 120, biri 80 kvadrat, mən 200 istəyirəm, hə? Bundan gedir söhbət, biraz da genişləndirir. Belə deyək, əgər ultra premium layihədən söhbət gedirsə, burada alıcıların əsas istəyi özlərinin yaşamağı üçün bir məkan əldə eləməkdir. Və bizdə düzdür, kvadratlarımız 59 kvadratdan 168 kvadrata qədər dəyişir. Sadəcə olaraq burada ortaya sual çıxa bilər ki, niyə premium layihədə kiçik kvadratlar vermisiniz? Bunun cavabı ondan ibarətdir ki, alıcının istəyinə görə, istədiyi panoramaya görə onun istədiyi kvadratı birləşdirib biz ona təklif eləyə bilirik. Premium ancaq kvadratdan asıl məsələ deyil, ibarət deyil. Premiumun çoxlu detalları var. Əlbəttə. Məsələn, binaya üzdən baxanda, bayırdan, çöldən belə yanından keçəndə hiss eləməlisən ki, əslində bu premium binadır, yoxsa belə də. Təbii. Yəni, fasad nədir baxsınız? O fasadda hiss eləyəcəyik biz o məqamı ki, bu o binadır. Eksteryer. Bizdə proyekt olaraq fasadımız keramik qranit, yundaş üzərindən keramik qranit və vitrajlı pəncərələrdən, yəni döşəmədən tavana qədər olan pəncərələrdən ibarətdir və üstünlüklərimizdən biri də odur ki, bizdə eyvana çıxan qapılar standart qapılar deyil. HBŞB qapılardır, hansı ki bunlar sürüşmə qapılar deyil, yığılma qapılar. Bunun üstünlüyü də ondan ibarətdir ki, gözəl havalarda istirahət zamanı sizin giriş-çıxışınız üçün heç bir problem yaranmır. Nə maraqlıdır, özünüz də qeyd elədiniz, gözəl havalarda. Deyir, amma havalar da həmişə gözəl olmur da. Bəzən istəyirik ki, istilik sistemi barədə də bir ətraflı məlumat alaq. Çünki elə gözəl hava olmayanda da deyir, o komfortu elə Level Tower-ın özündə rahatlıqla. İstilik sistemləri barədə nə deyə bilər? Bizdə istilik sistemi mərkəzi istilik sistemidir, hansı ki kompleksə aid bir qazanxanadır. Burada istilik sisteminin üstünlükləri ondan ibarətdir ki, əlavə heç bir avadanlığa ehtiyac yoxdur alıcı tərəfindən. Yəni bugün kombi sisteminin sizə verə biləcəyi bütün sistem kompleks tərəfindən hazır vəziyyətdə təklif olunur və bunun üstünlüklərindən də biri odur ki, istilik hər bir otağa eyni yayılır və
hər bir mənzilə aid sayğacı olur. Nə qədər istifadə edirsinizsə, həmin istiliyinin ödəməsini eləyirsiniz. Bu axır vaxtlar bir dənə belə populyar ifadə var. Bax indi dedik ümumi istilik sistemi həm də insanlar bu ağıllı evdən çox danışırlar. Ki, yəni mən evə gəlməmiş artıq bilim ki, evdə neçə temperatur var və yaxud yadından çıxıb bir şey qalsa özü bağlansın və s. Mən bilirəm ki, artıq insanlar soyuducuların içlərində kamerası eləyirlər. Bilirsən soyuducuların içində kamera var. Evdən o telefondan baxır ki, baxım görə evdə soyuducuda ət qalıb qalmayıb. Yəni gələcək. Var bu imkanlarla? Əlbəttə ki, Level Tower layihəsində ağıllı ev sistemləri dedikdə biz nələri nəzərdə tuturuq? Bütün kommunalni sistemlərdə hamısında xüsusi sensorlar vasitəsilə siz məsafədən telefon vasitəsilə təbii ki, idarə edə bilirsiniz. Və bununla da yanaşı siz evinizin qapısını, məsəl üçün belə deyək də bir yaxın insan gəlib, siz işdəsiz və yaxud vacib bir görüşdəsiz, istəmirsiniz hər hansı bir yerdə gözləsin, siz məsafədən qapını açırsınız və daxil olur içəri və yaxud da hansısa xidmətlər sifariş vermisiniz, təbii ki, nəzarətlə siz gəlmədən girib xidmətləri başlaya bilirlər rahat şəkildə. Yəni bunun üçün həm də binada müvafiq işçilər var da ki, yəni misal üçün deyirəm, evə çağırmışdım bir ustanı, internetin nəyinisə düzəldəcəkdir məsələn. Mən də evdə deyiləm. Evdə deyiləm, amma orada elə bir şəxs var ki, deyir ki, siz nəzarət edin, qoy keçsin onu eləsin, mən qapını açıram. Təbii ki, bizim tərəfdən nəzarət şəklində avtomatik olaraq girib işlərin görürlər və siz heç bir işinizdən qalmırsınız. Premium xidmət. Və bu deməkdir ki, hər an sizin evinizdə baş verə biləcək hər bir şeydən xəbərdar olursunuz. İndi onsuz da bilirik ki, lift var 100% ki, elə bir yerdə əlbəttə ki, lift olacaq. Yəni nigaran qaldım ki, kimisə dəvət eləsəm mən evdə olmasam. Yəni liftlə qalxır, düşür. Ətraflı nə deyə bilərsiniz liftlər haqqında? Bu da bizə maraqlıdır. Çünki ən əsas faktorlardan biridir. Faktorlardan təbii ki, biridir. Bizim liftlərimiz dünyada belə deyək də ən nüfuzlu və böyük istehsalçılardan biri olan Kone liftlərdir. Hansı ki, bütün dünyada ən premium yaşayış və yaxud da ki, biznes layihələrində məhz bu liftlərdən istifadə olunur. Bu liftlərin üstün cəhətləri nədir? Həm səssizlik, sürət və təhlükəsizlik. Təbii ki, belə bir layihədə bizim seçimimiz də Kone lifti olmalı idi. Çünki plus olaraq bu liftin bir özəlliyi də var ki, hər hansı işıq kəsintisi zamanı bu liftlərdə insanların qalması sıfıra bərabərdir. Çünki ağıllı sistemin nəticəsində gəlir uyğun mərtəbədə açılır və rahat şəkildə siz çıxa bilirsiniz. İçəridə hətta işıq sönsə ən yaxın mərtəbəyə çatıb qapılar açır. Bunu düşünə bilər, o fobiyası olan insanlar olur, o qapalı məkanlardan. Məsələn, liftlərin ölçüsü də fərqlidirmi, yoxsa necə? Təbii ki, bizim layihədə iki liftdir, biri sərnişin liftidir, biri də yük daşıma və avtomatik olaraq hər ikisi hər zaman aktiv olacaq. Yük daşıma da ayrıdır ya, yeri gəlmişkən Teymur. Aha, buyur. Bilirsən, Nərimanov Heykəlinin yanında ev deyəndə Bakı, ümumiyyətlə Bakının yaxşı mənzili dənizi görməlidir söhbəti var. Yəni mütləq. Bizdə belə bir anlayış var. Bakı üçün belədir də bu. Yəni dənizi görməyən ev premium, o necə olur, heç kim təsəvvür eləməyəcək. Bu da ultra premium bir layihə kimi dənizi görməlidir. Aydın məsələdir ki, Nərimanov Heykəlinin yanında Bakının ən yüksək nöqtələrindən biridir hündürlük. Özdə dənizi də bir var, indi baxır dənizdə nəyi görürsən də, bir başa Bakı buxtasını, o Bakının o necə deyərlər, açıqçaların üstündə hansı şəkli qoyurlarsa, Bakı deyəndə hansı şəkli nəzərdə tuturlarsa, o şəkli görmək fürsəti var. Amma hər yerindən 14 mərtəbəli layihədir. Hər yerindən görünürmü? Yəni hansı mərtəbədən evimizi alaq? Gəlin mən sizə belə bir şey deyim. Bizim ərazi olaraq onsuz da dəniz səviyyəsindən 110 metr hündürdədir bizim ərazimiz. Bunu kənara qoysaq, qeyri-yaşayış bizdə 6 metrə yaxın hündürlükdür və mənzillərin daxili hündürlüklərini də hesablayanda avtomatik olaraq 3-cü mərtəbədən normal şəkildə bizim dənizə mənzərəmiz var. Təbii hər mərtəbə qalxdıqca bu mənzərə daha da gözəlləşir. Amma 3-cü mərtəbə bizim layihədə 5-ci mərtəbə hündürlüyü səviyyəsindədir. Və bunun nəticəsində rahat tərzdə edə bilirik. Bu bir anlayış var. Mən sizin binanla tanış olanda bunu oxumuşdum. Klub evi konsepsiyası. Bu nədir? Yəni bu konsepsiyanı bütövlükdə klub evi deyəndə, bu çünki Azərbaycan üçün nisbətən yeni bir konsepsiyadır. Biz premium, ultra premium, yüksək səviyyə və s. bu şeyləri eşitmişik. Amma klub evi bir balaca təzə söhbətə oxşayır. Nədir, bunu izah eləyək? Mən sizə belə bir söz deyim Teymur bəy. Son 10 illiklərdə belə bir layihə ilkdir.
Klub evi konsepsiyası deyəndə təbii ki biz burada ilk öncə icma mühitini nəzərə alırıq. Limitli mənzilləri nəzərə alırıq. Burada məxfilik və təhlükəsizlik öndədir və ən əsası da buradakı sakinlər, bu layihədə yaşayacaq sakinlər ərazidən, kompleksdən ayrılmadan bütün komfortu üçün lazım olan bütün xidmətlərdən istifadə edə biləcəklər. Və ən əsası da bugün yüzlərlə mənzildən birinə yox da 60 mənzildən birinə sahib olacaqlar. Bunu Azərbaycan dilinin o koloritindən istifadə edib ifadə etsək, mən bunu belə ifadə edərdim bütün bunlara. Bu xudmani mənzildir. Xudmani binadır. Xudmani kompleksdir. Xudmani kompleksdir. Yəni belə də o qarma-qarışıq bir şey deyil. Hamı bir-birini bilir ki, bu məhdud sayda adam özə kimdir, nədir? Yəni belə rahatsan da orada. Kiməsə deyəndə xudmani qalır məsələn. Xudmani deyirsən kompleksdir. Artıq düzəlir məsələn. Orada artıq düzəlir. Həm də bilirsən bu tək könül rahatlığı üçün, qəlb rahatlığı üçün deyil. Bu həm də təhlükəsizlik mənasında. İnsan biz bilirik ki, çox olduqca təhlükə ehtimalı çoxalır. Təhlükəsizlik olduqca vacib məsələdir hər mənada. Teymur bəy, bir də əgər biz komfortdan danışırıqsa, böyük bir kompleksdə hər bir mənzilə individual yanaşmaq mümkün deyil. Bu fiziki olaraq çatdırmaq mümkün deyil. Amma mənzil sayı az olanda, limitli olanda, burada siz hər mənzilə, hər sakinə individual olaraq yanaşıb, siz xidmətlərinizi yüksək səviyyədə göstərə bilirsiniz. Bir də premium sinifin çox vacib bir məsələsi var. Bu biz avtomobillərdə də bilirik. Bəzən görürsən ki, çox gözəl bir avtomobil müqayisədə ucuzdur. Amma estetik bəlkə də ən gözəli deyil, ya da ondan çox da irəli getmir. Çünki müəyyən bir limitlər var. Daha nə kəşf eləyəcəksən ki, avtomobildə. Amma bu 2-3 qat bahadır. Və soruşanda biz bilirik, amma müəyyən brendlər var dünyada. Deyirsən ki, bu brend niyə bahadır ki? Və diqqət eləyəndə görürsən ki, onu baha eləyən ən əsas səbəblərdən biri əslində gözlə görünməyən, amma olduqca vacib təhlükəsizlik detallarıdır. Yəni, birdən ola biləcək hadisədə o avtomobil səni necə qoruyacaq, nə edəcək? Mənə elə gəlir ki, bu mənzilə də, yaşayış binasına da aiddir ki, ilk baxışdan görünməyən şeydir. Yəni, bu lift deyil, bu divardakı örtük deyil, bu bəzək deyil, amma bahalı, vacib, bəlkə də 10 il lazım olmayacaq, amma bir gün lazım olanda səni doğrudan da xilas edəcək. Bəli, vacib bir məsələ. Belə şeylər var binada. Əlbəttə, biz hər zaman alıcılarla danışdığımız zaman bir şey qeyd edirik ki, bizdə hədsiz xırda detallar çoxdur. Və sizin sualınıza cavab olaraq da deyim ki, sizin soruşduğunuz əslində o xırda detallardan biridir. Bizdə təhlükəli anlardan sığınacağı qədər təsəvvür edin ki, layihəmizdə verilir. Sığınacaq. Bəli. Altında mənfi ikinci mərtəbədə. Mənfi 2-də. Bəli. Birdən nəsə olsa. Yəni bura qədər biz alıcılarımızı düşünmüşük. Qardaş, bax lift məsələsi çox xoşuma gəldi. Birdən elektrik işıq söndü və yaxud nəsə oldu, qardaş qalmıram da burada. Rahatam ki, çıxacağam və lap deyir, biraz da təhlükə olsa sığınacağım da. Bəli, bəli. Təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdarıq sizə. Dinləyicilərimiz, xatırladım ki, Level Construction şirkətinin satış direktoru Mürsəl Məmmədov idi studiyamızda və bu şirkət hazırda Düz Nərimanov heykəlinin yanında Level Tower-ı inşa edir, 14 mərtəbəli və cəmi 60 mənzili olan, amma 60 mənzilə də 122 dənə parking yeri olan belə xırda detallardan biridir. Mən inanmıram ki, orada 60 mənzil qalacaq, say çox azalacaq. Çox azalacaq. Çox azalacaq. Yəni, çünki adamlar bir yox, ikisini, üçünü almaqla bütün mərtəbəni götürməklə. Mən sizin əlaqə nömrənizi götürəcəm, çünki dəyişmək fikrim var. Mən hamıya da bu əlaqə nömrəsini deyim, Ulduz 2202, buna lap elə indi də zəng vura bilərsiniz. Təşəkkür. Təşəkkür edirik. Biz sizi gözəl mahnı ilə də yola salırıq. Çox sağ olun.